Çillə gəlir qarla, qarpızla, narla, kürsüdə nağıl deyək, yoldaşla, yarla. İlin ən uzun gecəsi, çillə gecəsinə həsr olan İraz Aşıq Məclisi proqramında hər tək-təkizi xoş gördük. Arzu edirəm ki, dünyanın hər yerində yaşayırsınız, ailə kənarında, dodaqlarınızda gülüş çiçəyi çiçəklənsin. Sevimli izləyicilər, həmişəki kimi istərdim ki, bir aşıq havası ilə proqramımıza başlayaq. Aşıq Şəhbaz Süleymanın ifasında bir məhərrəmi havasını dinləyəcəyik. Balabanda çalır Əbdiləli İbadi, qavalda çalır Məhəmməd Ruhnavaz. Bu gözəl gündə, bu gözəl gecədə onları ürəkdən bir alqışlayaq. Gözəl sana ailələ məlum olsun, səndən ötürü yanıram mən, səndən ötürü yanıram mən, ala gözlərin görəndən, ala gözlərin görəndən, canımdan o sanıram mən, canımdan o sanıram mən. Qaşlar qara, gözəl getmə kənara, gözəl qayıt dubara, gözəl ceyran mənimlə. Qaşlar qara, gözəl getmə kənara, gözəl qayıt dubara, gözəl ceyran mənimlə. Hayır bizden aralısan, hayır bizden aralısan, sen de yardan yaralısan, sen de yardan yaralısan, bakışından kanıram, bakışından ay canım kanıram. Qaşlar qara, gözəl getmə kənara, gözəl qayıt dubara, gözəl ceyran mənimlə. Ay qaşı qara, gözəl getmə kənara, gözəl qayıt dubara, gözəl ceyran mənimlə.
Az ifa olunmuş bu məhərrəmi havasına görə Aşıq Şəhbaz Süleymani və yoldaşlarına təşəkkür eləyirəm. Və istərdim ki, proqramımızın bu yerində qonağımızı dəvət eləyəm, gəlsin səhnəyə. Bəli, Azərbaycan folkloru ilə məşğul olan, bir neçə kitabların müəllifi olan əziz folklorsumuz Məhəmməd Əlipuri Müqəddəm. İftixarlarına əl vuraq, buyursunlar səhnəyə. Cənab Əlipur, xoş gördük sizi və ürəkdən sevinirəm ki, illər sonra bir daha bir belə folklorik bir proqramda, bir verilişdə sizinlə görüşürəm. Və bildiyiniz kimi proqramımızın da mövzusu Çillə gecəsidir. Bir mövzu ki, həmişə xalqımızın arasında özünə məxsus bir yeri vardır. Və sizinlə belə başlayaq. Sizcə Çillə nə deməkdir və Azərbaycan xalq mədəniyyətində necə yeri vardır? Mən də buradakı qonaqları, izləyiciləri bugündən təbrik edirəm ki, buraya gəliblər. Bu gözəl bayramdır biz üçün ki, demək olar ilk dəfədir ki, belə bir veriliş verilir. Həm bunu quranlara, həm sizin kimi aparanlara çox təşəkkür edirəm. Sağ olun. Çillə, belə deyək də, çillənin hamısını həmişə fəqət gecəsini nəzərdə alırlar. Çillənin özünü nəzərdə alırlar. Çillə 40 günlük bir dövrə verilmiş addır. Bunu hamı Çillə gecəsini nəzərdə alırlar ki, ilin ən uzun gecəsidir. Amma bunun bu dövr 40 günlük bir dövrü çox vaxt danışmırlar buna görə. Bəli, Çillə ilin ən uzun gecəsidir. Amma bunun dalışından bir başlanış var. Bir 40 günlük başlanışdır. Bu da nədir? Bunun içində gözəl, zəngin folklorumuz doludur. Ənənələrimiz, adətlərimiz, mədəni irsimiz bu 40 günün içərisindədir. Bunun Çillənin öncə deyə bilərəm ki, adı ilə başlayaq. Çillə, çoxları bunu Çilləni, yayın Çillə oxun qoyduğu yerə Çilləni nəzərdə alırlar ki, bu çəkildikcə uzun olduğuna görə də Çillə gecəsinin uzunluğunu ona gətirirlər. Bir də bizim dilimizdə çiləmək sözü vardır. Pili çiləmək, suyu çiləmək, nəzmlə tədavülü bir şey, siz həmahəng olaraq bunu vurursunuz bir-birinə, bir ritmi var. Bundan əlavə bu gecəninkidir. Amma bunu danışaq bundan sonraki gecəyə, gecənin sabahı 40 günə. Çillə 40 günlük bir dövrüdür. Biz bunu harda görürük? Biz bunu doğuşda görürük, evlənməkdə görürük, ölümdə görürük bu 40 günü. Bir də sufi dərvişləri o gün ki gəlirlər, istəyirlər millətdən ayrılırlar camiədən, bir 40 gün gedirlər, bir yerdə otururlar, ibadətlərində başlayırlar. Bu 40 günlüyə çillə deyirlər, dərvişlərin çilləsi. Yəni çillə 40 günlə bağlıdır. Bu 40 günün bir dənə 40 gündür, bir dənə də 20 gündür. Bu 20 günü niyə 20 gün ediblər kiçik çillər üçün? Naqisdir. 40 günün yarısıdır. Ona görə də bu 40 günü gətiriblər. Bir dənə çillə, bizim xalqımız bir kəlmə yaraldıb. Özdə ayrı, çoxları bunu deyirlər çehillədir, çehillə, heç rəbti yoxdur. Bizim dilimizdə çillə var, pillə var, sillə var, şillə var, güllə var. Bəs bu səs quruluşu deyir ki, bu kəlmə tam türkcə bir kəlmədir. Bu 40 günlük dövrü yaraldıb cəmaatımız, bizim xalqımız, buna da bir dənə ad qoyublar. Bu ad da olub çillə. Əslində 60-dır, bir 40, bir dənə 20. Özünə görə böyük, bunun içərisində gözəl ənənəvi var ki, yerində danışacaq bunlar. Çox sağ ol, gözəl və mükəmməl bir cavab verdiniz. Bir daha bu mövzuya qayıdacağam və özünüz bilirsiniz ki, bizim gənc saz-solo ifaçılarının içərisində çox yuxarı səviyyədə çalan cavanlarımız var, gənclərimiz vardı ki, özləri məktəb açaraq həm də özlərindən sonra bir çox şagirdlər yetiriblər. Əlbəttə, ustadlıq mərhələsi o zaman qabağa gəlir ki, bir insandan yəni yaş ötür və zaman-zaman o sənətdə bişir. Amma bəzən görürük ki, istedadı yuxarı olan bizim gənclərimiz də olurlar ki, elə gənc çağlarında bu ustadlığın pillələrinə ayaq qoyurlar. Onlardan biri bir çox şagirdlər yetirən və bir çox səhnələrimizdə fəxrimiz olan və gözəlliklər yaradan Aydın Mehdipurdur. Bu əsasda istərdim ki, elə proqramımızın bu yerində Aydın Mehdipura söz verək və bizi bir saz-solo ifasına qonaq eləsin. Nə gözəl olar ki, bu saz-solo ifasından əvvəl sizin alqışlarınızın səsini eşidək.
Aydın Mehdipura bu gözəl ifasına görə sağ ollar deyirik və arzu eləyirik ki, həmişə bu gözəl sənətimizi belə gözəlliklə ucalarda yaşasın. Və mən istərdim bir daha qayıdan mövzumuza və bildiyiniz kimi bugünkü qonağımız Məhəmməd Əlipur folklorumuzda uzun illər tədqiq aparan bir tədqiqatçımızdır. Cənab Əlipur, çillə neçə yerə bölünür və xalq arasında onlara nə deyirlər? Baxın, əsas bu tutsaq çillə iki yerə bölünüb əsas. Hamı onu da bilir. Bir böyük çillə, bir kiçik çillə. Amma bunlardan sonra da bizim bölgülərimiz vardı. Böyük çillə 40 gündür. 40 gün qurtarandan sonra da bir daha kiçik çillə başlayır 20 gündür. Amma 20 gün bunların arasında 4 gün böyük çillədən qalan 4 gündə kiçik çillədən gedən. Bu 8 günə çarçar da deyirlər. Çarçar ya Xıdır Nəbi. Xıdır Nəbi mərasimləri çox özünü burada sığışmayan bir şeydir ki, bunu Moğrutda danışasan. O içində böyük folklorik, böyük zəngin bir sirvət var bunun içindəki, gəl buna görə danışaq. Bundan sonra da bir dənə gəlir 10 günlük bir dənə varımızdır, qarı nənə çilləsi deyirlər. Bəzi bölgələrdə bunu bölüblər. Əvvəl 7 günü olub çillə beçə, son 3 günü olub qarı nənə. Qarı nənənin də bir rivayəti var, öz başına gəlməyib. Bilirsiniz, dəvələr qışda qızarlar, çillə gələndə dəvələr də qızarlar. Bir qarı nənənin dəvələri qızmır. Allaha üst tutur ki, ya Allah, hamının dəvəsi qızdır və mənimki nə olacaq? Allah orada 3 gündə küləh yollayır, bu 3 gün bunun dəvələri qızsın üçün. Ona görə də qarı nənə qalıb orada. Bundan sonra gəlir vədə yeli. Vədə yeli da hər yeri ki qar bürüyür, vədə yeli əsir. Əsəndən sonra bu nə mənə qışın noxoşluğu, pisliyi, zadı var. Hər bir şeyin yuyur aparır, silir özü ilə. Vədə yeli dağdan aşağı haylanır, qarları səsdir ki, da ərimə vaxtıdır. Ərirlər, gəlirlər, nə olur? Su gələnəsə becərir. Təbiət başlayır, oyanır, nəyə yaza amadə olsun. Bundan sonra da bir Alaçalpav var. Alaçalpav da düz İsfəndin axır 3 günüdür ki, burada hava dəyişiyor olar. Gah qar yağır, gah yağış olur. Buna görə məlum çox vaxtda bilinməz bu gün nə olacaq. Amma da soyuqluğun təsiri gedib, fəqət qalıb qış ki, hazırdır ki, təbiət geçsin yaza. Yəni belə deyək də, ilin axır ayına biz bayram ayı deyirik. Bayram ayının axır 3 günüdür ki, Alaçalpav ya Alaçalpov da deyirlər kət yerlərində. Bunlar hamısı kənd təsərrüfatındadır bunlar. Şəhərlər çox bunlara fikir vermir ki, yəni böyük çillədən başlayırdı cəmaət nə üçün? Toxumlarını qorusun, kiçik çillədə əkinçiliyə hazır olsun. O toxumları əkinçiliyə hazırlasınlar ki, daha yaz gəlir əkinçilər. Əkinlər başlayacaqdır. Ona görə bunlar çox hamısı kənd təsərrüfatınınkidir, kənd yaşayışınınkidir. Şəhərdə düzdür təsir alır. Amma o qədər ki, kənddə vardı, şəhərdə o qədər təsiri yoxdur bunlar. Bu təbii məsələdir. Yəni o yaşamın və o yaşayışın şivəsi ilə və tələbləri ilə bağlı o təqvim adları və təqvim düzülüşü də o cəmaatın arasında əmələ gəlir və bu folklorun elə bəzən bu janrları və bəzən folklorda olan bu terminlər də yəni belə bu təbii və ilin o günləri ilə bağlı olaraq bu cür qaydasına düşübdür. Və sizə çatdırmaq istərəm ki, hörmətli tamaşaçılar, İraz Aşıq Məclisinin növbəti ifaçısı Aşıq Cavad Məhərrəmidir. Bir ovşarı havasına bizi və sizi qonaq eləyəcəkdir. Onu balabanda müşayiət edir Əbdüləli İbadi, qavalda çalır Məhəmməd Ruhnavaz. Nə gözəl olardı ki, əllərinizin sədası atda Aşıq Cavad Məhərrəmini və yoldaşların səhnəyə dəvət eləyək. Buyurun. Kənar gəzmə yer otağa qədəm bas, asıdan asda gəl qadasını aldığım, ölürəm ay bala, ay bala. İnsaf eylə məhəbbəti unutma.
unutma, kesme bizden yol vedasını aldın. İnsaf eyle, mehabbeti unutma. Ay imanım, ay cananım, ölürem ay balay balay. Kesme bizden yol vedasını aldın. Gel paylaş şerbet, nazı gemze yetme sözüm ver xəlvət. Ölürəm ay balay balay balay. Bircə saat mənimlə gəl eylə söhbət, xumar gözdə gül qanasın aldı. Bircə saat mənimlə gəl eylə söhbət, ay gedəlim ay cananım, ölürəm ay balay balay. Kumar gözler gülüga dönsün aldım. Yer yer ha! Axtarıb Nəcəfin eyləsən sonra. Axtarıb Nəcəfin eyləsən sonra. Hələ düşməz belə safa bu nevrət. Ay balam gedən yar beyni qar məni tapar. Sönməz ilahıdan yanan bir çıraq, tarix boyu bil qanasını aldı. Sönməz ilahıdan yanan bir çıraq, ay imanım, ay cananım, gedənim ömrüm. Tarix boyu bil qanasını aldı. Cənab Əlipur, Çillə gecəsində özünüz bilirsiniz ki, quru meyvələr və belə bir yeməklərdən istifadə olur. Sizcə bunların simvolik mənası nədir? Yəni orada biz qarpız görürük, nar görürük və sair şirniyyatlar və yeməklərə şahid oluruq. Bunlardan istifadə etməkdə xalq nə demək istəyir? Bizi Çillənin olmazsa olmazı qarpızdır. Qarpız bolluq rəmzidir. Siz sərin qarpızı saman içində saxlayıblar yaydan ki qışa. Onun da bir illəti var, niyə saxlayıblar qışa. Qarpızın üstü yaşıldır. Yaşıl baharın simvoludur. İçərisi qırmızı, qırmızı günəşin simvolu, təmsilçisidir. Toxumlarda əkinçilikdir. Bunu yeməkləri burada odur ki, özlərin üçün bilirlər, sərt soyuqlar qabaqdadır. Buna görə cəmaat bunu yeməklə, qarpızı yeməklə özünü hazırlayır, noxoşluqların qabağında dayansın. Özdə çox yerdəki vardı, bunu bəzi şəhərlərdə indi azalıbdır, amma qədim bir ağsaqqalı gətirərlər, qarpızı qoyarlar qabağına, qarpızı kəsəndə deyər ki, biz nə ki pisliyimiz vardı, nə ki noxoşluğumuz var, qarpızla kəsdik getdi. Özdə sabahsı o qarpızın qabıqlarını aparıb axar suya verərdilər. Ona inanardılar ki, biz nə ki soyuqluqları, noxoşluqları, pislikləri biz su ilə verdik getdi. Ondan sonraki nardır. Nar rəngi
günəşin simvoludur. Dənələrinin çoxluğu birlikdir, bolluqdur, bərəkətdir. İç-içə girmələri baxsazlarda iç-içə giriblər, bir-birini saxlayıblar da. O ailənin, toplumun birləşməsidir. Gözəl. Ondan sonra keçdi bizim pəşməkdir. Pəşməyin indi düzdür, hər rəhdə çıxıb, amma pəşməyin əsl rəngi hamısının yadına gəlir ağdır. Ağ qarın simvoludur. Şirinliyi xoşbəxtlikdir, bolluqdur. Bunları yeyən, bu üçün yeyən də özün hər şeyə hazırlayırdı ki, xoşluqlarını mən daha olmayacaq. Bir də ki, sərt qış günlərini özün hazırlayırdı. Bir də sonraki meyvə, quru meyvələrdir ki, quru meyvələr coğrafi təsirindədir. Biz baxsaq, püstə, badam, cəviz, bunları hər yerdə var ya qax, bu şəraitə görədir. Bizim bunlar vardılar. Bir də ki, bizim məsələn Qərbi Azərbaycanda çoxlu, məsələn çuğundur vardı. O bölgədə çuğundur da izafilə, pişirilir onu ləbi. Ya bəzi bölgələrimizdə üzümü milaxı asırdılar, ta o gecəsi kişmiş yeyərlər. Bu sonrakılar da gəliblər, coğrafi baxımına görə izafələşiblər. Cəmaət bunları yeyirdi, çətin bir günə özün hazırlayırdı. Ona görə də ki, payızda zumarın yığırdı. Zumarın yığırdı ki, mənim qabaqda çətin günlərim olacaq. O günləri bu yeməklərdən özümü hazırlayıram ona. Çox gözəl və ali. Sağ ol. Sonuncu sualı sizdən belə soruşum ki, bilirsiniz, hər xalqın tarixi və keçirdiyi ağır, enişli, yoxuşlu günlər öz ədəbiyyatında əks olur. Və bizim əfsanələrimiz də, tariximiz də, keçmişimiz də şairlərin və belə deyək, xalq ədəbiyyatımızda babalardan, nənələrdən gəlib günümüzə çatan nağıllarda, mətəllərdə, bayatılarda, tapmacalarda özün göstərir. Bəs Çillə gecəsi və Çillə adət-ənənəsi Azərbaycan ədəbiyyatında özünü necə əks etdirir? Birisi Çillə gecəsində hamı yığışırdı bir yerə, bütün ailə yığışırdı bir yerə, özəlliklə ata ocağına. Bu mühümdür ki, ata ocağına yığışsınlar. Ocağın istisi özəl qədimdəki kürsü vardı. İndi o kürsələr çoxu yığışılıb, eşikdəki soyuqdan özləri, ailə özünü qoruyurdu birlikdə. Bir də burada gözəl işləri vardı. Yəni bir bayram kimi keçirdirdilər bunu. Bayatılar oxunurdu. Qızlar fal bayatısına baxırdılar, üzük bayatısına baxırdılar. Bunlardan sonra aşıqlarımız çalırdı, oxuyurdu, cəmaət özü oxuyurdu. Hətta bu gecədən sonra başlanan ki, başlayırdı bayrama yaxınlaşsın, gözəl mərasimlər Xıdır Nəbidir, Kosa Gəlindir. Bunlar hamısı sayaçılardır. Hamısı o gecədən başlayıblar. İstartı o gecə vurulubdur. Cəmaət yığışır bir yerə. Bu nəyə göstərir? Bir çətinliyin qabağında bir toplumun bir yerə yığışması, bütün olması. Bu bütün olması nə ilə keçirdik? Qışda danışıqlarla, rivayətlərlə oxumaqlar. Rivayətlərdə də neçə rivayətlər vardı. Burada danışırlar, Çilləyə də birindi. Çilləni, böyük çillə ilə kiçik çilləni bəziləri iki bacı bilirlər, bəzi yerdə də iki qardaş bilirlər. Bir gün bunlar İydə ağacının altında otururlar, danışırlar. Kiçik bacı böyük bacıya deyir ki, sən neylədin? Deyir, heç zət, mən getdim, cəmaatın hamının əlini təndirdə qoydum, üşütdüm, dondurdum, noxoşlatdım, gəldim. Bacı deyir ki, kiçik bacı, yox, mən gedəcəyəm, sən onlar bir işdə. Mən gedəcəyəm, qarları küləkdən, gəlinləri biləkdən, körpələri bələkdən eləyəcəyəm. Orada böyük bacı deyir ki, eləyə bilməzsən. Sənin ömrün azadır, dalın yazadır. Səndə bu güc yoxdur. Bu rivayətlər hamısı bunu göstərir ki, bizim xalqımızın zehnində, yaddaşında Çillə bir şəxsiyyətdir. Bəzisində bacı kimi bir şəxsiyyətdir, bəzisində bir insan kimi, bir kişi kimi nəfəsi ilə hər yeri dondurur. Bunları indi şəhər yaşayışı elə olur ki, biz bunların çoxunu itirmişik. Elə bir para fəqət yeyib içmələr qalır. Ondan sonra düzdür, bəzi bölgələrdə bu mərasimlər keçirilir, amma umud ki, bundan daha yaxşı olar. Təntənəli keçirdək də o da daha gözəl olar. İnşallah ki, belə olar. Bir daha sizə zəhmət çəkib və bu günləri İraz Aşıq Məclisi proqramında huzur tapdığınız üçün təşəkkür eləyirəm.
və gəlib bir daha da bugünkü proqramımızın sonuna çatdıq. Və bununla belə əziz dostlar, bizi izləyən izləyicilər, bir ayrı proqramımız burada başa çatır. Gələn proqramda sizinlə görüş arzusuyla hər tək-təkizi mehriban Allaha tapşırırıq. Sağ və salamat qalın. Sağ olun.